bir nəfərlik 8 manata olan setlərdən göstərmək istəyirəm. Dünənlərin bir dənə video paylaşmışam, amma partafakt yazıb ki, orada lülə görmürəm, ancaq toyuqdur. Onu demək istəyirəm ki, bu 8 manatlıq setdə istəsən lülə istəmirsənsə, toyuq da əlavə eləyərsən. Dünənki müştərimiz lülə istəməmişdi, toyuq istəmişdi, biz də toyuq əlavə eləmişdi. 8 manatlıq setimizdə bir dənə çoban salatıdır, bir dənə düşesdir, bir bulud düyüdür, üzərində də lüləsidir. Gördüyünüz kimi qəşəng veririk, müştərilərimiz nuş eləyirlər, yeyirlər. Bunu bir dənə sən gəl apar. İndi gəl bu tərəfə, mən sizə göstərim. Gəl bu tərəfə. Burada manqalımızdır, kabablarımız hazırlanır. Burada qəşəng pitilərimiz var, şəki pitisidir, bax burada. Görürsən, sıralama qaydasında hazırlanır. Burada qəşəng yeməklərimiz var. Bu nədir belə? Bu yeməyimizin adı nədir ay usta? Şirəli dana. Şirəli dana. Şirəli dana. Buna bax, belə qəşəng yeməyimiz var. Bu nəsə yeməklər təzədir. Nədir bunun adı? Dana sosu. Dana sosu. Bu nədir? Şapalağımızdır. Aha, burada qəşəng şapalaqlarımız var. Burada nəyimiz var? Maçadır bu. Maçamız, üç bacımız, cızbızımız, tuşonkamız, küftəmiz. İlyasın kafesi.